Əziz dostlar, Əhl-i Sünnədən olan bəzi qardaşlarımız belə bir iddia ilə çıxış edirlər. İmam Zəhəbi rahimehullah deyir ki, İbn Teymiyyənin yazdığı əsərlərin sayı 4000-ə çatırdı. 4000. Abdurrahman ibn Qasim rahimehullah deyir ki, İbn Teymiyyənin 6000-dən çox kitablarının olması zikr olunub deyir. Burada deyilənlərlə bağlı bir neçə məqama diqqət yetirək. Bu iddia kökündən yalandır, uydurmadır. Zəhəbi heç vaxt İbn Teymiyyənin 4000 kitab yazdığını deməyib. Əbdürrəhman bin Qasimdən də 6000 kitab barədə mötəbər bir sitat mövcud deyil. Məsələyə aydınlıq gətirmək üçün iki mühüm məqama diqqət yetirək. Birinci məqam. 13-cü, 14-cü əsrlərdə yaşamış İbn Teymiyyə təxminən 67 il ömür sürmüşdür. Mənbələrə görə o, 17 yaşından etibarən dərs deməyə, fətva verməyə və yazı fəaliyyətinə başlamışdı. Bu isə onun təxminən 50 il aktiv elmi fəaliyyətlə məşğul olduğu anlamına gəlir. İbn Teymiyyənin günümüzə gəlib çatan əsərlərinin sayı 100-dən çoxdur. Bu şübhəsiz ki, İbn Teymiyyənin kitab yazmaqda məhsuldar olduğunu göstərir. Həmçinin mümkündür ki, onun bizə gəlib çatmayan bəzi əsərləri də mövcud olub. Məsələn, onun tanınmış tələbəsi İbn Qayyim əl-Cəvziyyə İbn Teymiyyənin təxminən 350-yə yaxın əsər yazdığını qeyd edib. Şəmsəddin Zəhəbi isə özünün Mucəmə Şuyux əsərində İbn Teymiyyə haqqında belə yazır. O, 400 cildə çatan təsnifatlar yazmışdır. Diqqət edilməlidir ki, burada söhbət 400 kitabdan yox, 400 cilddən gedir. Məlumat üçün qeyd edək ki, müəllifin Məcmuəl Fətava əsəri 37 cild, Dar Taarudal Aql və Naql əsəri 11 cild, Əl-Cavab əs-Səhih limən bəddələ Dinəl Məsih əsəri 7 cild, Minhəcəs Sünnə Ən-Nəbəviyyə əsəri 4 cilddən ibarətdir. Buna baxmayaraq bir şəxsin 4000, hətta 6000 kitab yazdığını iddia etmək tamamilə absurddur. Bu cür rəqəmlər elmi yox, mifik və şişirdilmiş iddialardır. İkinci məqam. Riyazi baxımdan məsələyə nəzər salaq. 50 il təxminən 18250 gün deməkdir. Əgər bir insanın 4000 və ya 6000 müstəqil kitab yazdığı iddia edilirsə, bu o deməkdir ki, həmin şəxs heç bir fasilə vermədən, başqa heç bir elmi, ictimai və ya şəxsi fəaliyyətlə məşğul olmadan hər 3-4 gündə bir kitab yazmalı idi. Müəllifin kitablarının həcmini nəzərə aldıqda, bu günə təxminən 100 səhifə edir. Bu isə tarixi reallıqla uzlaşmır. Belə ki, İbn Teymiyyənin həyatına nəzər salsaq, görərik ki, o davamlı dərs demiş, fətvalar vermiş, müxtəlif əqidə sahibləri ilə mübahisələr aparmış, səfərlərdə olmuş, uzun müddət həbs həyatı yaşamışdı. Bu cür keşməkeşli və gərgin həyat tərzi ilə günə 100 səhifə elmi mətn yazmaq nəinki qeyri-real, hətta təsəvvürə belə sığmaz. Bu, müasir kompüter və texnologiya dövründə belə mümkün olmayan bir tempdir. Günümüzün geniş imkanlarını nəzərə alsaq belə, heç bir tədqiqatçı alim bir günə 100 səhifə elmi iş yaza bilməz. Qalsın ki, yazmaq, günə 100 səhifəlik elmi işi mütaliə etmək belə mümkünsüzdür. Beləliklə, Rəşad qardaşımız İbn Teymiyyəni ucaltmaq və onun elmi məqamını göstərmək üçün həddindən artıq şişirtmələrə yol verib. Halbuki heç bir alimi tərifləmək üçün reallığı aşmağa ehtiyac yoxdur. Əziz qardaşım, bəşər tarixində 4000 və ya 6000 kitab yazmış bir insan faktı ümumiyyətlə mövcud deyil. Bir şəxsi təriflədikdə bunu həqiqət çərçivəsində etmək həm elmə, həm dinləyicilərə, həm həmin şəxsə, həm də elə özünə daha çox hörmət göstərmək deməkdir.